Salam mənim əziz və hörmətli dostum Kürşad Ağdərəli cənabları. Necəsiz? Yaxşısınız? Sizin bu liderlik məsələsi haqqında Azəroğlu cənabları ilə olan söhbətiniz və danışığınız, söyləşiniz çox gözəl, çox cəlbdir mənim üçün də. Bu bəhslər çoxdan da olur. Amma baxın, bizim istəyək istəməyək dünyada və xüsusən İranın təbliğatının altında bizdə karizmatik şəxsiyyət çıxa bilməyəcəkdir ortaya. Çıxmır da, yəni e, İran bir iş oynayıbdı geçən 40 ildə, 50 ildə, hətta 100 ildə. Elə eləyibdi ki, karizmatik şəxsiyyət bir dənə Xomeyni gəldi, ondan sonra da karizmatik şəxsiyyət olmur. O da karizmatik değildi, onu da dünyadan gətirdilər. Yəni bir ayrı yerdən onu bizə karizmatik göstərdilər və gətirdilər bizə təhmil elədilər. Ondan sonra biz karizmatik bir şəxsiyyət yoxdur İranda. Çünki İranda atomize olub insanlar. İnsanlar hətta bu günləri sosial mediaya baxsaz, insanlar ailənin içində bir-birindən qaçır. Yəni atomize ailəyə keçibdir və ailə dağılır. Yəni məsələn, ərə gedirlər ki, ərdən çıxsınlar, rahat olsunlar, azad olsunlar məsələn. Bu mütəəssifanə o bizim içimizdə o çıxmaz. Şura məsələsi, şura əgər ya şura iki cür ola bilər. Ya gərək deyək ki, partilərdən bir şura düzəlsin. Hindistanda gedən təcrübə. Yəni Mahatma Gandhi, mühəndis Gandhi başda olan tipdə bir hərəkət desək, orada partilər yığışırlar, partilərin nümayəndələri şura qururlar. Burada ya gərək o cür eləyək ki, bizim partilərimiz o gücdə deyil ki, içəridə bir ciddi hərəkət aparsınlar. Onun üçün onların şura olub olmamaqlarının o qədər güclü təsiri olmaz. Ya da gərək deyək ki, şuralar bir ayrı şuraya sistem tərif eləyək. Deyək məsələn, nə bilim, hər şəhərdən bir nəfər, iki nəfər kandid olsun. 5 nəfər kandid olsun, o şəhərin hər kəs çox rəy gətirsə, rəy verənlərin içində, yəni deyək ki, 50 nəfər rəy verdi, o 50 nəfərin içində bir hər kəs çox rəy gətirsə, o şəhərdən o nümayəndə olsun şurada və bu şura getsin məclis kimi olsun. Baxın, yoxsa şuranın ayrı mənası yoxdur ki, şura ya gərək məsələn 10 nəfər, 20 nəfər, 50 nəfər deyək ki, biz ziyalılar və liderləri seçirik. İndi hansı ziyalını seçək ki, o birisi qəbul eləyər, ya hansı hizbi seçək ki, ziyalılar qəbul eləyərlər. Çünki bəzi hizblər var, məsələn mən cənabınız da bilirsiniz, o müsahibələrdə apardıq. Məsələn adam deyir, mən əslən bir nəfərəm, adamlarımı da demirəm. Tamam, adamlarım da yoxdur, özüm də demirəm, filanam, bir arvadımdır, bir özümdür. Hər kəs, yəni onlarsın bəhs eləməyək. Bu elə bir dənə də ziyalı da oturdu. Siz də oturursunuz, mən də otururam, Həsən də oturdu, Kasım da oturdu da. Yəni nə fərq eləyəcəkdi? Əmir də oturdu, Nasir də oturdu. Hərə özünə, yəni burada bir ağırlıq hiss edir. Onun üçün bu şuraya bir mekanizm tapmalıdır ki, hər nə cür eləsəz bir ayrı yer axsayacaqdır və müşkül yaradacaqdır. Bu onun şeyidir. Təəhhüd və təxəssüs də mütəəssifanə hamı eləyə bilir deyə. Mən mütəxəssisəm, hamı eləyə bilir deyə ki, mən mütəəhhidəm. Siz buna bir meyar yoxdur ki, deyək bu meyarını ölçək. Yəni hamı məsələn bir ya zindana gedibdi, ya zəhmət çəkibdi, ya nə bilim etisab qəza eləyibdi, ya xariciyə qaçıbdı, ya bir hizb qurubdu, ya bir yəni hərənin bu milli hərəkətdə bir başına bir oyun gəlibdi ki, həm təəhhüdün göstərir, həm də ki, məsələn, bir sahədə təxəssüsü vardı, ya məsələn, siyasətdə biləxərə deyir, mən azdan çoxdan işləmişəm, bir şeylər öyrəşmişəm. Yəni bu da onun üçün şuranın məsələsi biraz düzünü axtarsaq biraz şeydir, yəni valay vurur türkçə desək, Təbriz dilində desək, valay vurur. Amma indi bunun əvəzinə o şey ki, mən mətrəh eləmişəm, modern hərəkətdir. Modern hərəkətdə bir dənə millət çalışır ki, dövlət sisteminə girsin. Biz dövlət sisteminə girməliyik. Aha, ikincisini yadımdan çıxdı deyəm. İkincisi budur ki, bir dənə xarici güc ki, istir İranı yıxsın ya İranla müqabilə eləsin. Məsələn, deyək ki, İran gəlir Türkiyənin əleyhinə PKK-nı müsəlləh eləyir, ya Kürdləri müsəlləh eləyir, deyir, Türkiyəyə həmlə eləyin.
Əgər bu olsa, ehtimalı var ki, Türkiyə deyə tamam, mən də müqabilə bir misl edirəm də, vəzir xarici də dedi ki, Axın Fidan da dedi ki, biz də müqabilə bir misl edərik. O da gələr məsələn Azərbaycanlıları, ərəbləri, filanları müsəlləh elər. O şəraitdə bir dana bir güc, xarici güc eləyə bilər ki, 10 dana partini, 50 dana partini, 50 dana adamı çağıra bir yerə, deyər ki, ağa gəlin bu işi görün. Yoxsa sizə həsf edərəm. Bilirsiniz? Yəni bir xarici gücün mali, siyasi, iqtisadi, nizami, ittilaati, əmniyyəti gücü eləyə bilər ki, qrupları yığsın və onları desin ki, ağa bu gündən filan kəs olacaq rəis, onun sözünə baxacaqsınız və hamı baxmağa məcburdur. Yəni həsf olarlar. Vaqiət budur ki, xarici bir güc, məsələn Amerika girə, İsrail girə, hər kəs girə, deyəcək da filan kəs liderdir, o birisilər qəbul eləməsələr həsf olarlar. Çünki onların hədəflərinə zərər vurar bu bəlbəşru. Amma indi qaldı bizim özümüz əgər istəyək, biz özümüz gərək dövlətlənmək sistemini tutaq. Dövlətlənmək sistemi bizdə nə cür başlar, onu gərək düşünək. Ki biz əcəba dövlətimiz vardı, yoxdur. Dövlətimiz olmayanda bəs biz dövlət olmaq sisteminə girəmirik. Özümüz məcburuq ki, bir dana dövlətləşdirmə sistemi yaradaq özümüzə münasib, mütənasib bizim vəziyyətimizin olar. O nədir? O budur ki, biz gərək bir dana sistemi intixabat tərif eləyək bizim öz şəraiti, özəl şəraitimizə. Bu özəl şəraitimizə uyğun bir seçim sistemi tərrah eləyək. O kandidlər içəridən ya eşikdən o məclisə üzv olsunlar və o məclisdən dövlət sistemi çıxsın və o dövlətin başında lider olsun. Yəni hər prezident bir liderdir. 4 illik liderdir, ya 2 illik, ya 6 illik, ya 10 illik, ya madamül ömür. Amma başda dövlət sistemi, yəni məclis sistemindən gəlir üstə bir dövlət olur. Biz bu sistem bizi həm individuallarımızı, yəni ziyalılarımız ki, bireysel işdirlər, həm onları, həm partiləri eləyə bilər o məclisdə toplasın. Bunu biz tərif eləyə bilərik. Yəni biz elmi, praktikal olaraq öz milli durumumuza uyğun bir tərif yaza bilirik ki, ağa, məsələn deyək ki, Türkiyədə kandidlər olsunlar, milli hər fəallar işi Türkiyədə vardılar. 10 nəfər, 20 nəfər Türkiyədən kandid oldu. Hər kəs çox rəy gətirsə, məsələn 2 nəfər, 3 nəfər Türkiyədən, 2 nəfər, 3 nəfər Kanadadan, 2-3 nəfər Amerikadan, 2-3 nəfər filan yerdən, 3 məman yerdən. Məsələn 50 nəfər də deyək ki, Güney Azərbaycandan. Məsələn 10 nəfər Tehrandan, nə bilim, bu cürsə Qəşqayıstandan, filandan, Bəhmandan, burada hərəsindən bunu biz tərif elərik. Biz bunu tərifin üzündə bu şirkət eləyən milli fəalların içindən seçilənləri, məsələn, gətiririk bu məclisə, bu məclisdən də onların bir dövlət seçilər, eləcə məclisin içindən seçilər o dövlət. Ondan sonra o dövlətin də içindən bir dənə baş seçilər ora. Lider olar, o dövlət 4 illik işlər, 2 illik işlər, onu biz tərif elərik. 6 illik işlər, 10 illik işlər, onu biz tərif elərik. O tərifdən sonra onlar yenə qeyd edirlər məclisə. Məclis ya daimi məclis olar, deyər o keçici məclis, keçici dövrün hamısına. Ya da deyər ki, bu məclis hər 4 ildə, hər 6 ildə, hər 2 ildə, hər neçə il tərif eləsək, bu yenə də rəygirlik olacaqdır. Bunu biz tərif eləyə bilirik. Amma məsələn, istəyək təcrübələr nəslidən nəslə keçə, gərək tez-tez məclis olsun. İstəyək ki, nə deyərlər, təcrübələr aradan getməsin və təcrübəli insanlarımız gedib, təcrübəsiz insanlar gəlməsin bura. Məsələn, eləyə bilirik, Amerikanın sistemində vardı, belədir, Kanadanın da sistemində vardı. Məclisin yarısı deyişilər, yarısı deyişilməz. Yəni, məsələn, əslində 2-dən 2-lə intixabat vardı. Müntəha məsələn nümayəndələrin 50% o ikinci 2 ildə deyişlər, o birisi 2 ildə də o birisi 50% gedər. Nəinki deyişlər, gedərlər seçimə, ya indi özləri gələrlər, ya ayrısı gələr. Amma hər halda məclisin birdən-birə
%100 değişmez. Çünkü %100 değişse sıfırdan her şey başlanır ve heç zat bilinmir. Onun için 50'de 50'si değişse 50'sinin değişmək ihtimalı şey olmaz. Taza gelenler köhnə gələnlərə dayanırlar, təcrübəni alırlar, devam eder. Onun için mən fikirləyirəm ki, biz gərək ya şuranı bir tərif eləyək ki, eləyə bilək. Milli hərəkətdə biz lazım qədər çəkiş-bəkiş var. Yəni müxalif, müvafiq hər şeydə var. Və heç kəs o birisini də qəbul eləmir. Bilirsiniz də, liderlərin də içində, partilərin də içində bu vardı, bireylərin də içində bu vardı. Buna görə bu müşkülü biz həll eləməliyik. Bunu bir sistemə salmalıyıq. Şura sistemində biz bunu həll edə bilmərik. Vaqiət budur ki, şura sistemi, mənim də çox gördüyüm var idi ki, Aslan cənabları bunu izah eləsinlər, görüm nə izah edirlər. Bunu ta hər halda onu keçməyək Aslan bəyin şeylərinə. Mən hər halda mənim nəzərim budur ki, şura sistemi bizim mövcud vəziyyətimizə cavab verməz. Çünki hər halda bir iddəni narazısalar, İran Cumhuriyyətdə o bir iddənin qoltuğuna çörük verər, onlar bu birisi çıxanlara rədədən çıxadarlar eşiyə. Ya da terror şəxsiyyət elərlər. Biz o terror şəxsiyyət vərədən çıxartmağı və İranın əlindən çıxartmaq üçün buluq məclisə gedək. Məclis eləyə bilər, məsələn, 500 dana üzv olsun, 1000 dana üzv olsun. Yəni, məclisin üzvü məhdud deyil. Bizim tərifimizə bağlıdır. Eləyə bilər, tamam milli tanınmış adamları gətirər tərif eləyir. Ya, hər kəs zindana gedibdir, hər kəs, məsələn, 100 dana məqalə yazıbdır, hər kəs bu işi görübdür, hər kəs vətənə qeydənmir, bunlar eləyə bilər, bu məclisdə üzv olsunlar. Yəni, baxın, bu şərtlə heç kəs orada özün eşikdə görməz. Amma şurada siz hər nə cür eləsəz bir deşikdə qalacaq. Ya gərək bir güc gələ şuranı təhmil eləyə hamıya və hamı deyə tamam. Və o nə cür olar? Bu olar. Əgər bir qrupi silahlana, baxın, hər hangi bir qrup ki, əslində indi var ya yoxdur. Məsələn, eləyə bilər ki, səhər sabah yataq yuxudan duraq, görək ki, bir dənə qrup müsəlləhi, məsələn, düzəlibdir, Amerika da arasındadır, İsrail da arasındadır, Türkiyə də arasındadır. Bir dənə bir yer düzəldi, bir dənə qrup müsəlləhi ki, əlində silahı vardı, pulu vardı, adamı vardı. Məsələn, deyir ki, mən demir nə qədər, amma məsələn, bilir ki, bunun heç olmasa 500 dana silahlı adamı var. Lazım deyil bunlar Güney Azərbaycanlı. Ola bilər Amerikalı olsun, Avropalı olsun, qatillər olsun. Bəli, o adamları gətirib müsəlləh eləyib deyir, mən İranla savaşacağam. Onda tamami qruplar ki, bu günəcə müsəlləh deyirlər və siyasi işdirdilər, bunların hamısı ona bağlanmağa məcburiyyət qalırlar. Çünki o şeyə geçdi. Zoru aldı əlinə. Zor gələndə qapıdan çıxar. Onun üçün ya gərək o cür ola, bir dövlət gələ, deyək ki, mən yaratdım, ya sizi topluram, sizdən bir qrup düzəldirəm. Necə ki, Türkiyə şeydə elədi bunu, Suriyədə elədi. Gəldi, elədi və əlindədir. Başardı, Amerika ilə də, oraya ilə də, buraya də danışdı, həll elədi məsələni, yığdı, qutardı. Bilirsiniz, o cürsü. Ya o cürsü olacaqdır, ya da biz öz vəziyyətimizə görə, buna görə ki, İran da bizi içəridən dağıda bilməyə, öz içimizdəkilər, insanlar da bir-birləri ilə düşmənçiliklərin eləməyələr, biz gərək bir sistem tərif eləyək, o sistemin içindən dövlət sistemi çıxadaq, yəni kabinət çıxadaq, onun içindən qüvvəyə qəzayyə çıxadaq, onun içindən qüvvəyə mücriyə çıxadaq, onun içindən məsələn təhqiqat bu cür bir şeylər çıxadaq, onun içindən hər şey çıxadaq. Yəni o 1000 nəfəri ki, o məclisdə məsələn var, vaqəən onlar dövlətin sisteminə girərlər, yəni deyə qabılar. Amma bizim burada bir dənə müşkülümüz var. Dostumuz deyirdi ki, pul məsələsini həll edək. O pul məsələsi həll olmasa, bu 1000 nəfəri o məclisdə saxlamaq olmaz. Çünki adamlara çörək lazımdır. Ya ki, məclisdə işləyərlər, ya ki, eşikdə işləyərlər. Orası da var. Biz onu da həll eləməliyik. Bunun üçün bizim qabağımızda ciddi bir müşkül var. Ya gərək elə həman bir 1000 nəfər ya rəy verənlər deyir, mən hətta rəy verməyə də belə bir şərt qoymaq olar ki, hər o adam rəy verə bilər ki, mən ayda $50, $100 ayda mən bu cəmiyyətə, məclisə pul verəcəyəm.
Onda məsələn tamam. Gələr deyir, mən verəcəyəm. Bir ilində pulun qabaqdan tökər $1200. Məsələn tökər. Deyir, mən bir ilin pulunu tökdüm. Burada bir 10.000 nəfər şey eləyəcəklər. Rəycilikdə şirkət eləyəcəklər, nümayəndə olacaqlar və hər nə mənə. Məsələn, mən istəyirəm kandid olam, cənab siz kandid olasınız, $1200 tökərəm, özüm də elamı kandidaturu elərəm, rəy gətirsəm də o pulu hər il verməliyəm, rəy gətirməsəm də hər il verməliyəm. Bunu təahhüd eləməliyik. Ondan sonra bu gedər qabağa. O məclisin pulu olar, o məclis bir də işləri görər, bir də siyasi. Çünki şura dediğiniz ya məclis dediğiniz bir dövlətdir, dövlət sistemidir. Bu dövlət sisteminin mədrəsəsi olmalıdır, məktəbi olmalıdır, heç olmazsa onlayn olmalıdır. Yəni bunun bir ittilaat sistemi olmalıdır, məhkəmə sistemi olmalıdır, əmniyyət sistemi olmalıdır. Tamam, dövlət sistemini burada yaratmalıdır. O 1000 nəfəri siz gətirirsiniz burada və o 1000 nəfər özü ilə məsələn bir hərəsinin də bir ailəsi var, bir famili var, bəzisinin eli var, obası var. Görürsünüz ki, məsələn özü ilə bir neçə nəfər gətirib bu bir dənə gücə çevrilər. Ciddi bir gücə çevrilər. Bizim hədəfimiz istiyoruz ki, bir ciddi gücə çevirək ki, təsir qoya bilsin içəridə və hərəkətdə və məmləkətdə, İranda. Yoxsa istiyoruz ki, fəqət bir oyun oynayaq. Yəni bir siyasi oyun. Ciddi oyun ama siyasi oyun. Ama istiyoruz bir de var ki yok. Biz hem istiyoruz bir siyasi iş görürük, hem de istiyoruz ki içeride bu hareketi eşikten bir dəstur gələndə, yəni o şuradan, o liderlikten, o baştan bir dəstur gələndə, əvvələn bir nəfərin ağzından söz çıxır üstə. Əşşər kimi mesela burada deyir, bir nəfər orada çıxır, özü də ki bir gündə oldu reis cumhur da, dünəndən falan idi, bu gün oldu reis cumhur, indi də qanun əsası qərarda 3 ilə yazılı, indi dünəndən də getsi qanun əsasını qoydu. Ya gərək biz o cür eləyək, yəni o şəkildə ki gücə yenə bağlıdır, ya da ki gərək elə o 1000 nəfəri eləyə bilək, toplayaq bir cürcüklə həll eləyək. Hər halda mənim nəzərimə biraz bəzi sözlərlə bunu örtmək olmur, örtbas eləmək olmur. Mən zehnimə gələnləri bunun üçün mən 2008-dən yazı yazıram, danışıram. Onun üçün bu daimə mənim beynimin xürəyidir. Mənim beynim bunu daimən düşünür, düşünməyə məcburdur. Yol tapmaq axtarır. Onun üçün də hər kəs mənlə nə qədər də müxalif olar, hər kəs bu cızıqlara yaxınlaşa ona əlaqə olur ki, onun düşüncələrini kamil biləm. Onca Aslan cənablarında çox əlaqəm var idi, mail idim ki, düşüncələrim bilinəm. Amma səthi söhbətlər adamı bir həddəcən dözümü olur, ondan sonra dözümü olmur da, ya istəmir bəzi sözləri eşitsin. Hörmətim ola məcburən kanaldan da çıxdım, qrupdan da çıxdım. Əgər siz də bunu faydalı görsəz, istəsiniz dostlarla paylaş eləyəsiniz, çox sevinərəm. Var olun, sağ olun. Var olun, sağ olun. Var olun.